Biz pulsuz oxuya-oxuya bizdən pul tələb eləyirlər. Əlavə olaraq bizim 2 aylıq stipendiyamız vurulmayıb. Yəni elə tələbə var ki, rayondan gəlib, düzdürmü? Bunlar kirada qalırlar, indi pul lazım olur, ehtiyac olur. Birinin imkanı var, birinin yoxdur. Dünənləri bildiriş gəlib ki, telefonumuza gəlib ki, 347 manat 30 qəpik universitet borcunuz var. Mən universitetə dövlət sifarişi ilə qəbul olmuşam. Mən qəbul olmamışam pullu ki, gətirəm bura pul ödəyəm. Burada yazır ki, sentyabr ayında ödəniş haqqı tam olaraq verilir. Yəni burada dövlət tərəfindən ödənildiyi təqdim olunub zaten. Bizdən səbəbsiz yerə borc istəyirlər. Yəni halbuki dövlət sifarişindəyik və bizdən ödəniş tələb etmələri, yəni qeyri-qanunidir. Əlavə olaraq da 2 aydır bizim stipendiyaları köçürmürlər. Hal-hazırda ən yüksək ortalama ilə patok birincisi sayılıram. Buna baxmayaraq yenə də bizdən semestr imtahanlarımıza buraxılmayacağımızı və hətta qrupa məlumat verərkən məlumatın nağdın nidalardan ödənməli şəkildə olduğu tələb olunur. Ödənişsizəm, lakin bizə universitet tələb elədi ki, dünən dövlət elə bil bizim təhsil haqqımızı tam ödəməyib və bu səbəbdən də bizim adımıza borc yaranıbdır. Hansı ki, bu borclar ixtisasdan ixtisasa dəyişir.